Salam hörmətli izləyicilər, yəqin ki, hər biriniz 7 Oğul İstərəm filminə baxmısınız. Bu filmdə Sarı Şəmistan haqqında da məlumat verilir. Bəs Sarı Şəmistan kim idi? Şəmistan Mahmudoğlu Əyyubov 1895-ci ildə Qazax qəzasının Dağkəsəmən kəndində əkinçi ailəsində dünyaya gəlmişdir. Çox gənc yaşlarında 1918-ci ildə bolşeviklərə qoşulur, partiyanın üzvü olur və inqilabi fəaliyyətini davam elətdirir. Gənc Şəmistan bu inqilabın məzlum xalqa səadət gətirəcəyinə inanaraq Qızıl Ordunun sıralarına yazılaraq müxtəlif döyüşlərdə iştirak edir. 1924-cü ildə banditlərə, quldurlara qarşı fəal mübarizə aparır. O, Qazax rayon partiya komitəsinin katibi, Yevlax pambıq zavodunun direktoru, Biləsuvar rayon icraiyyə komitəsinin sədr vəzifələrində də çalışmışdır. Onun belə mübarizə aparması, banditlərə, terrorçulara qarşı belə mübarizə aparması partiya daxilində olan bəzi insanları narahat edirdi. Ona görə də Azərbaycan Fövqəladə Hallar Komissiyası onu həbs edir. 3 ay aparılan istintaqdan sonra azadlığa buraxılır, ancaq partiyadan xaric olunur. 1937-ci ildə isə repressiya qurbanı olur. SSR Ali Məhkəməsinin qərarı ilə 37-ci il yanvarın 5-dən 6-sına keçən gecə o güllələnir. Həyat yoldaşı Pəri xanım Əyyubova Vəkilova isə 8 il azadlıqdan məhrum olunaraq Mordoviyaya sürgün olunur. Böyük oğlu 15 yaşında Mahmud Bayıl həbsxanasına salınır. Digər 3 nəfər uşağı isə Şüvalanda kimsəsizlər evinə verilir. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.